Qubada bir neçə gün davam edən günəşli havanı dünən gündüz saatlarından etibarən qeyri-sabit hava şəraiti əvəz edib. 2 gün yağan yağış və dumanlı hava şəraiti dünən gecə saatlarından etibarən qara keçib. Bugün axşamdan bu qarın başlamağıyla bu yolları təmizləmək işləri saat 6-dan hamımız çıxmışıq yollara. Bizə aid olan əraziləri heç bir çətinlik yoxdur. Təmizləmişik, açıqdır yollar. Bir dənə bizim bu Xınalıq yolunda orada qarın çox yağmaqla əlaqədar bu saatda iş gedir orada. Orada dağlıq ərazidir. Biraz relyef çətindir. Ona görə işlər gedir, amma ehtiyac olmadıqca maşınlardan istifadə eləməsinlər də. Quba ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb. Bunu nəzərə alan yol polisləri qabaqlayıcı profilaktik tədbirlər keçirməklə bir çox xoşagəlməz hadisələrin qarşısını alıblar. Şimal bölgəsində müşahidə olunan qarlı şaxtalı hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır. Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yollarda nəzarət artırılıb. Sürücülərə mövsümə uyğun təkərlərdən istifadə etmələri, sürət həddinə riayət etmələri və zərurət olmadıqca dağlıq ərazilərə getməmələri tövsiyə olunur. Qubada fəaliyyət göstərən Regional Şimal-Şərq Hidrometeorologiya Mərkəzindən verilən bilgiyə görə, bölgə üzrə ən aşağı temperatur -8 dərəcə olmaqla Qubanın Xınalıq kəndində müşahidə edilib. Bugün fevral ayının 28, 2026-cı ildir. Xınalıq şəhəri qarla açdı. Qarın qalınlığı harca 42-45 santidir və gördüyünüz kimi hələ də qar biraz azalıb, ancaq yağmağa davam edir. Quba rayonunun kommunal strukturları, rayon arasında fəaliyyət göstərən müəssisələr, təşkilatlar və aidiyyatı qurumlar xüsusi gücləndirilmiş iş rejimində yağan qarın küçə və piyada səkilərindən, avtobus dayanacaqları qarşısından təmizlənməsi işlərini aparıblar. Qeyd edək ki, səkilər qar və buz qatından təmizlənərək piyadaların hərəkəti asanlaşdırılır. Eyni zamanda yol kənarında aşan bir neçə ağacın yoldan kənarlaşdırılması işləri aparılır. Təmiz Quba Mənzil Kommunal Təsərrüfat Birliyi olaraq qarın yağması nəticəsində aşmış ağacların, sınmış ağacların kəsilməsini, yolların təmizlənməsini, səkilərin qardan təmizlənməsini həyata keçiririk. Əhali üçün rahat gediş-gəlişin təmin edirik. Regional Şimal-Şərq Hidrometeorologiya Mərkəzinin verdiyi bilgiyə əsasən mart ayının 1-i və 2-sinə qədər şimal bölgəsinin bəzi yerlərində havanın ara bir yağıntılı olacağı gözlənilir. Martın 2-si gecə saatlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. Ümumiyyətlə isə mart ayının ilk 10 günlük havanın yağıntılı olacağı gözlənilir. Sahib Məmmədli Elçin, Şuşalı, Qafqaz TV üçün.